İkinci xütbələrin mövzusu budur ki, düşmənin bizim əleyhimizə proqramları var. Dinin əleyhinə, müsəlmanların əleyhinə çoxlu proqramları var, işləri var. Bir neçəsini keçən cümə xütbələrində vurğulamışıq. Gəlib yetişmişik beşincisi. Beşincisi budur ki, Allah Təbarək və Teala Bəqərə surəsinin 105-ci ayəsində buna işarə buyurur. O bundan ibarətdir ki, İslamın, müsəlmanların düşmənləri istəmirlər müsəlmanlar xeyir əldə eləsin. Müsəlmanlara heç bir xeyrin yetişməsini istəməzlər. Müsəlmanlar inkişaf edir, istəmirlər onu. Məsələn, öz inkişafların nələrsə ixtira eləyirlər, silahlar, raketlər müsəlmanlara göstərməzlər. Amma pis şeyləri dərhal verərlər. Məsələn, sanksiyalar qoyulur, raket verməz, bir çox şeylər verməz, təyyarə cihazların verməz, bir çox şeylərə sanksiyalar qoyulur. Amma görmürsünüz, məsələn, telefona və internet saytlarına pis, belə deyək, əxlaqsız şeylərə, cəmiyyəti, müsəlmanları uçurma aparan, ailələri dağıdan, seriallara və s. laxir, narkotiklər, bu şeylərə görmürsünüz, sanksiya qoyulsun, yox. Çünki qoymazaq. Heç vaxt qoymaz. Bəli. Amma o şeylər ki, müsəlmanlara xeyirdir, mənfəəti var, müsəlman cavanın yuxudan ayıldır, onu inkişafa aparır, deyirlər olmaz. O şeylər ki, uçurma aparır, deyir, rahat ver. Rahat verir. Xülasəsi budur ki, düşmən heç vaxt istəmir ki, müsəlmanlara bir xeyir yetişsin. Allah Təbarək və Teala mübarək Bəqərə surəsində buyurur: "Əuzu billah, ma yevəddullezine keferu min ehlil kitab və lel müşrikin en yunazzala aleykum min xeyrin min rabbikum vallahu yaxtassu bi rahmetihi men yeşa vallahu zu fadlin azim." Sadaqallahul aliyyul azim. Buyurur ki, müşriklər və əhli kitabdan kafirlər. Əhli kitab kimlərdir? Yəhudilər və nəsranilər, məsihilər. Həzrəti Haqqi Təbarək və Teala Quranda buyurur. Müşriklər və əhli kitab, yəhudilər və məsihilər. İstəmirlər, sevmirlər ki, Allah tərəfindən müsəlmanlara, sizlərə bir xeyir mənfəət çatsın. Buyurur ki, bir halda ki, Allah öz rəhmətin istədiyinə məxsus eləyər, verər. Allah böyük fəzlə sahibdir. Bu ayə müşriklərin və xristiyanların, məsihilərin, yəhudilərin müsəlmanlara qarşı kin-küdurətindən xəbər verir. Bəli. Onlar istəmirlər. Diqqət buyurun məsələyə. Yəni, həzm edə bilmirdilər ki, müsəlmanların peyğəmbərləri var, onların səmavi kitabları var, onlar tohidin səsin dünya səviyyəsində bütün millətlərə, şəhərlərə çatdırırlar. Müşriklərin xorafatları ilə mübarizə aparırlar və yəhudilərin və nəsranilərin böyüklərinin təhrif eləyib və cəmaatı necə aldadırlar, onları ifşa eləməyin ki, müsəlmanlar və Allah Rəsulü Quranın vasitəsilə bunlar edirdi. Bunlar bunu istəmirdilər, həzm edə bilmirdilər. Allah da Quranda buyurur ki, Allahın rəhməti və lütfi hər kəsə ki, Allah istəsə ona şamil olar. Kimsə istəmir, kimisə xoşuna gəlmir, Allah kimisə istəyindən kiməsə neymət vermir ki, verə ya verməyə. Allah öz neymətin, rəhmətin müsəlmanlara nazil eləyir. Müşriklər, ya yəhudilər, nəsranilər narahat olurlar, qəzəblənirlər, olsunlar. Quran buyurur ki, qul mutu bi qayzikum. Qəzəblərindən ölsünlər belə. Allah verəcək. Bu ayə bizə düşməni tanıtdırır. Hansı cəhətdən? Deyir, düşmənin siz psixologiyasını tanıyıyorsunuz. Qarşı tərəfin psixologiyasını tanımaq çox mühümdür. Bu bir psixoloji bir məsələdir. Düşmən nəyi sevir, nəyi sevmir. İnşallah gələn cümə xütbələrində də növbəti məsələləri işarə eləyəcək. Bu psixoloji bir məsələdir. Sənin düşmənin nəyi iradə eləyir sənin haqqında? Sənin haqqında nəyi sevir, nəyi sevmir? Buna xatir Həzrət buyurur ki, düşməni tanıyız və heç vaxt düşmənə meyillənməyiz. Allahın rəhməti və fəzli bütün qovumlərə, bütün millətlərə şamil olur.
və Bəni İsrailə və Yəhudilərə heç də məxsus deyil. Bilirsiniz də, Bəni İsrail və indi də bu Yəhudilər özlərin bütün xalqlardan üstün hesab edirlər və belə deyirlər ki, Allah xüsusi rəhmətin, xüsusi neymətlərin bizim halımıza şamil edir. Heç də belə deyil, Quran bunu inkar edir. Mən yeşə vallahu zu fadlin azim. Allah kimə istəsə verər. Özünüzdən belə deyil, hoqqa çıxardmıyız ki, ancaq Bəni İsrailə verəcək, Yəhudilərə verəcək. Quran bunu təksib edir. Bu ayədə ən mühüm nöqtə budur ki, Quran bizə buyurur ki, əhli kitabdan olan kafirlər və müşriklər müsəlmanların həmişəlik düşmənləridirlər. Və ayə buyurur ki, onlar sevmir ki, sizlərə bir xeyir yetişsin. Əgər sevmirlərsə, üstlənilən Allahın xeyir rəhmətin müsəlmanlara çatmağın istəmirlər, yetişməyin istəmirlər. Və müsəlmanların heç bir xoş günün sevmirlərsə, istəmirlərsə, demək özləri də heç vaxt yaxşılıq etməzlər müsəlmanlara. Başqa tərəfdən gələn xeyri, mənfəəti, yaxşılığı bunlar həzm eləyə bilmirlər, dözə bilmirlərsə, betəriqi o ola belə deyərlər. Özləri də heç eləməzlər. Demək, əgər nəyisə görsük, diqqət ediyoruz, nəyisə görsük ki, Yəhudilər, müşriklər, müsəlmanlara nəsə yaxşılıq eləyirlər zahirdə, demək, pərdə arxasında bunların çirkin hədəfləri var, istəkləri var. Zahirdə belə göstərir ki, bəli, məsələn, Amerika, məsələn, filan müsəlman dövlətinə filan qədər yardım ayırdı, filan, bunlar çirkin siyasətlərdir, bunlar bu dövlətləri öz toruna salmaq istəyirlər. Dünya səviyyəsində də bu cürdür. Mütləq şəkildə Quran buyurur ki, bunların çirkin hədəfləri var. Müsəlmanlara bunların ürəyi yanmır ki, yaxşılıq eləyərlər. Nəsə əgər yaxşılıq görsə zahirdən müsəlman, bilsin ki, bu yaxşılığın arxasında bunların çirkin hədəfləri var. Quran bizə diqqətli olmağı öyrədir ki, bu əhli kitabın, müşriklərin, siyasətlərin, çirkin siyasətlərin başa düşək və onlara aldanmayaq. Bəli. Ramazan ayında bu rəhmət, məğfirət ayıdır, mənəviyyət ayıdır öz yerində. Amma gərək çıxış eləyən ruhanilər minbərin, İmam Hüseyin minbərinin, Allah Rəsulunun, Peyğəmbər minbərindən xəyanət etməsinlər, haqqını əda eləsinlər. Necə? Əmr bi məruf, nəhy əz münkər etsinlər. Dini bir tərəfli təbliğ etməsinlər. Ramazan ayı gəlib bunların əlinə fürsət düşür. Allahın rəhməti bu cür, Allahın məğfirəti bu cür, Quran nazil oldu bu cür, Qədir gecəsində mələklər. Bəli, bunlar hamısı gözəldir, yerindədir, düzdür. Amma sən ruhani ki, minbərdə söhbət eləyirsən, bunlardan danışmalısan. Amma başqa tərəfdən də nələri deməlisən axı? Və onları niyə demirsən? Sosial problemlərə toxunmalısan. O demək deyil, sosial problemlərdə manovr eləyəsən. Əmr bi məruf eləməlisən, nəhy əz münkər eləməlisən, zülmə, zalimə etirazı bildirməlisən, xülasə düzgün təbliğat və düzgün minbər etməlisən. Ramazan ayında müsəlmanların vəziyyətinə işarə eləyək. Əksər xalqlar çətin vəziyyətdə yaşayır. Xalqımız çətin vəziyyətdə yaşayır. Zindanda olan ruhanilər Ramazan ayında Allah, bəziləri işgəncələrdə, bəziləri Karsda, iftar vaxtında adam kövrəli həqiqətən. İftar süfrəsinə otururuq, bizim dəyərli ruhani qardaşlarımız zindanlarda necə iftar elədilər? Bir mömin kimi, müsəlman kimi, bax belə şeyləri vurğulayıram. Sən çıxmısan Allahın rəhmətindən danışsan, Allahın rəhmətinin bir hissəsi bu da ki, sən zindanda olan ruhanilərə və onların ailəsinə qayğı göstərəsən. Deməli, qayğı göstərmirsənsə, qeyd eləmirsənsə, vurğulamırsansa, deməli, sən Allahın rəhmətin başa düşməmişsən, sən yalandan cəmaatın başını qatırsan. Allahın rəhməti budur ki, insanlar bir-birlərinə rəhm eləyə. Bəli, onların ailələri hansı haldadırlar? Bəzilərinin 5 uşağı var, bəzilərinin 3 uşağı var. Övladlarımızı yığırıq başımıza, süfrə açırıq, iftar süfrəsi. Amma din uğrunda, şiəçilik uğrunda, məzhəb uğrunda, haqq ədalət uğrunda zindanlarda həbs olanları gərək xatırlayaq. Vəziyyət çətindir, insanların iqtisadiyyatı çox çətindir.
O ki aylar öncə Həzrət Ağa da buyurdu. Biz də cümə xutbəsində Suriya haqqında danışdıq. Təəssüflər olsun ki, xəbis insanlar da öz münasibətlərin, çirkin hədəflərin, istəklərin sözlərində yazmışdılar. Amma o ki dedi ki, Suriyada vəziyyət necə qalacaq, indi həmin vəziyyət yavaş-yavaş nə olur? Müşahidə olunmaqdadır. İqilin əməlləri təkrar olur. Ələvilər öldürülür, müslə olunur. Müslə budur ki, insanı öldürərlər, ondan sonra qulağını kəsərlər, məsələn. Gözünü çıxardılar. Bunlar deyirlər müslə. Neçə illər bundan qabaq İraqda, məxsusən Suriyada İqilin elədiyi hərəkətlər ki, bunlar da onlardılar əslində. Başqa simada bunları çıxartmışdılar, amma öz həqiqətlərini gizlədə bilmədilər. Təkrar olur, Ələvilərə qarşı zülümlər olur xalq. Amma dünəndən biz qeyrətli müsəlmanların bu mənfur qüvvələrə qarşı gözəl vurdığı zərbələri müşahidə edirik. Və qeyrətli müsəlmanlar nə qədər varsa, bunlar öz çirkin hədəflərinə çata bilməyəcəklər. İnşallah bu Ramazan ayında tezliklə məğlub olarlar inşallah. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allah'ın verdiği öz izzət kərəminə, İmam Zaman Ağanın ibadətləri ehtiramına, ibadətlərimizi qəbul eyləsin.